Herkese salam. Bu videoda deməli siz Gənc Oxucular Klubunun keçirdiyi bir layihənin şahidi olursunuz. Bu gördüyünüz məktəb ləvazımatların hər biri Astara rayonunun balaca sakinlərinə gedəcək. Hansı ki bu sakinlər ilk addımlarını atırlar. Onları sevindirmək adına və onların üzərində gülüş yaratmaq adına biz bu işi gördük. Bir qrup gənclərlə, dediyim kimi Gənc Oxucular Klubunun təşkilatçılığı ilə. İnanın ki biz bəzilərində görürük, bəzilərinin çox varıdır, bəzilərinin heç yoxudur, bəziləri idarə edə bilir. Amma dediyim kimi bəzilərində də heç yoxudur. Getmək istəyirlər, nəsə öyrənmək istəyirlər, gələcəklərini qurmaq istəyirlər. Onlara imkan yaradacaq, onlara necə deyim, vasitə olacaq heç bir şey yoxdur əllərində. Və bu kimi yardımlar məncə o necə deyim, balaca fidanlara kömək edir. Balaca fidanlara böyüdürük. Yəni onları bərabər böyüdürük biz. Təbii ki, bizim həm gələcəyimiz, həm də onların gələcəyidir. Onların gələcəyini formalaşdırır. Ləvazimatları aldıq, sonra getdik, oturduq bir yerdə. Bu ləvazimatları bir papkaya yığdıq. Hər birinin üzərinə adları qoyduq. Demək, burada mənim ağ paltarda olan və hər birini yerləşdirdikdən sonra üzərinə adları yazdıq. Hər birinə özəl. O qədər, yəni bilirsiniz necədir? İnsanları sevindirmək, hələ ki bunlar uşaqdırsa, onların üzərindəki gülüşü xəyal edərək bu işi görmək həqiqətən çox qəşəng idi. Yəni mən əsla bu etdiyim işdən peşman olmadım. Daha da sevindim, daha da xoşhal oldum. Tez-tez belə layihələrdə iştirak etmək ümidi ilə deyə düşünürəm. Hayır. Bunu oraya koy. Dayan. Sen talasına kal. Gözle. Koçlar gözlerini sürüyor. Söhbətləşə bunları da hazır elədik. Bəli, qutumuz da hazırdır. Hər birini bu qutuya yığdıq, topladıq. İndi isə maşın gələcək və biz ona təhvil verəcəyik. Hər birini özənlə, yəni topladıq, yığdıq, qruplaşdırdıq. Və burada da layihəni görürsüz. Qutunun üzərinə logomuzu da və kiçik sözümüzü də yazdıq. Aha, indi isə gedirik qutumuzu təhvil verməyə. Qutunu təhvil verəndən sonra biz yığışdıq bir kiçik piknik kimi deyək, yəni öz aramızda oturub söhbətləşməyə. Neçə vaxt velosiped sürmürdüm. Ən sevdiyim aktivitetlərdən biridir velosiped sürmək. Çox sevirəm həqiqətən. Sağ olsun, Ramin bəy də velosiped ilə gəlmişdi. Mən də götürdüm, sürdüm. Çox xoş bir gün oldu. Oxucular Klubunun belə bir addım atması isə daha da mükəmməl idi. Hələlik.